Mədənin qıcqırması, günlərlə davam edən qəbizlik, həzimsizlik, mədədə baş verən daşlaşma, sanki dünyanı yemisənmiş kimi hiss etmə, ağırlıq, eləcə də bağırsaq xəstəliklərindən, xüsusən də üzdə yaranan iltihabı irinli səpkilər. Bu cür problemlərdən əziyyət çəkirsənsə videoya sona qədər qulaq as, çünki sənə cəmi 5 manata türkçəçarə üsulla bu problemlərə son qoymağın yolunu göstərəcəm. Amma əvvəlcə ekranda gördüyün ürəyi zəhmət olmasa qızart və profilimin üzərində olan plus işarəsinə toxun ki, videoya ehtiyacı olan insanların qarşısına çıxsın. Deməli, yaxınlaşırsan aptekə, kombuça sirobunu alırsan. Kombuça sirobu tam təbii yolla mayalanma üsulu ilə hazırlanan bir probiotikdir. Və istifadə edildiyi zaman başta mədədə qıcqırma olmaqla, həzimsizlik, qəbizlik, eləcə də bağırsaq xəstəliklərindən üzdə yaranan irinli iltihabı səpkilər bu cür problemlərə qısa zamanda son qoyur. Eləcə də orqanizmdə olan toksit maddələri, zərərli maddələri təmizləyir və antibiotik qəbulundan sonra mədə-bağırsaqda müşahidə olunan ishal diareya problemlərə də tamamilə son qoyur. Ölkənin bütün apteklərində satışı mövcuddur. Olmasa belə depolarda var. Əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Və videonu hər kəslə paylaşın və ekrandakı ürəyi bəyənin ki, video hər kəsin qarşısına çıxsın.